Kəhf surəsində mağara yoldaşları ki, biz onlara Əshab-ı Kəhf deyirik, onların duaları var. Əzizlərim, Quranın dualarına çox həssas və diqqətlə yanaşmaq lazımdır. Həmin surənin 10-cu ayəsində oxuyuruq. İz əvvəl fityətu iləl kəhf. Bir zaman gənclər mağaraya sığındılar. Səthi deyim ki, bəzi dəlillərə əsasən mağaraya pənah aparanlar heç də bığ yeri yeni tərləyən oğlan uşaqları deyildilər. Bəs Allah niyə onları gənc adlandırıb? Ayrı mövzudur. Fəqalu Rabbənə ətinə millədunkə rəhmətən. Rəbbimiz bizə öz tərəfindən xüsusi mərhəmət ver. Ayədə demir min indikə, deyir millədunkə. Bir var sən əlində, yanında olandan verəsən, bir də var sənin üçün xüsusilik daşıyan bir növ özündən verəsən. Burada lədun ədatından istifadə edilib. Yəni Rəbbimiz düşdüyümüz belə bir vəziyyətdə bizə xüsusi mərhəmət və diqqətlə yanaş. Rəhmət sözü də var ha, bax ananın bətninə də rəhim deyilir. Çox xüsusi yanaşmadır. Və həyyi lənə min əmrinə raşədə. İşimizdən bizim üçün dürüst, düzgünlüyü hazırla. Bir sözlə bizə doğru yolu göstər. Elə et ki, bu düz yolu şuurlu şəkildə qanaq. Burada həyyi lənə verilib bizim üçün hazırla. Bu feilin mənası odur ki, sən bir iş hazırlayırsan, iştirakçılara bölüşdürürsən və nəticədə hamı razı və məmnun qalır. Rüşd sözü idrak və əql səviyyəsində yetkinlik, düzgünlük, isabətli qərar vermə potensialıdır. Ona görə də həddi buluğ, yetkinlik həddi bəzən rüşd kimi də qəbul edilə bilər. İnsan müəyyən əqli qavrayış həddinə çatmalıdır ki, ilahi hökmləri yerinə yetirə bilsin. Yəni təkcə fiziki yox, əql səviyyəsində yetkinlik də deyə bilərik. Bunun əksi olan qay sifəti isə idrak azğınlığı, ağlın yanlış yönə işlənməsidir. Bir daha tez bu duanı edək. Rabbənə ətinə min lədunkə rəhmə və həyyi lənə min əmrinə raşədə.